Sizcə qadının əsli gücü nədədir? Qadının əsl gücü hər şey balансda səslənir. Çox gözəl, yəni Görürsüz AI gəlib. qədər çox vaxt getməyi sevir ona görə. Güclü qadın. Mən həyatımın hər bir sferasında balans varsa, həm özünə vaxt ayıra bilirsən, həm işivə, həm yoldaşıva, həm dostlarım. Həmin insanlar daha xoşbəxt həyat yaşayır. O işlərdən qazandığım pulu mənim heç vaxtım yox idi xərcləməyə. Qadın özünü unutmamalıdır. 20 yaşında Ayaan Salaxovanın qabağında otursaydınız, ona nə söyləmək istəyərdiniz? Özünə biraz daha çox güvənsin. Etdiyi bütün şeylər düzdür. Qadının ən böyük gücü haradan gəlir? Mənə elə gəlir ki, qadın elə özü güclüdür. Sadəcə olaraq o tapmalıdır ki, o gücü ona nə verir. Ən əsası bütün qadınlarımız xoşbəxt olsun, bütün istədikləri arzulara nail olsunlar. Salam əziz izləyicilər. Mən Məryəm xanım. La Grace podkastının aparıcısıyam. Və ilk gündən bu layihədə olmağı çox istəmişəm. Çünki qıraqdan izləyici kimi izləyəndə bu layihədə özümü görürdüm. La Grace tam olaraq məni ifadə edir. Çünki yəni mən də özümü çox güclü görürəm, çox məqsədli bir xanım kimi görürəm. Bugün çox dəyərli qonağımız Ayaan Salaxovadır. Öz təcrübəsi ilə ilhamlandıran, öz xarakteri ilə seçilən və bugün onunla çox gözəl söhbətimiz olacaq. Xoş gəldiniz Ayaan xanım. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Siz çox sağ olun ki, dəvətimizi qəbul elədiniz. Artıq başlamaq istəyirəm ilk sualdan. Başlayaq. Ayaan xanım, insanlar sizi tədbir təşkilatçısı kimi tanıyır. Bəs siz özünüzü necə tanıdırsınız? Ayaan Salaxova kimdir? Mən özümü təqdim eləyəndə deyirəm, mən Ayaan Salaxova, dekorator, tədbir təşkilatçısı, bloger və 3 uşaq anasıyam. Belə təqdim eləyirəm, qısa və konkret. Həm biznes sahibi, Bəli. həm də ki ana, aynı Bəli. gözəl 3 uşaq. Bəli. Wow. Və növbəti suala keçmək istəyirəm. Uşaqlıqda qurduğunuz xəyallar indiki xəyallarla sizdə yəni fərqlənir? Əslində mən uşaqlıqda yəqin bilmirsiniz, mən pianoçu olmuşam. Mən konservatoriyanı bitirmişəm, magistraturanı belə. Sonra İngiltərədə, Londonda Royal Academy of Music-də də piano üzrə oxumuşam. Yəni mənim əslində bütün uşaqlıq arzularım fortepiano, musiqi və bu yöntəmdə olub. Siz çox tvorческий insansınız. Bəli, İncəsənət sizin bəli, ruhunuza işləyir bəli. artıq. Amma ki elə alındı ki, tamamilə dəyişdim deməzdim. Çünki yenə də incəsənət içindəyəm. Belə kreativ bir sənətdir məndə. Amma ki piano məncə mənim uşaqlıq Ayaan məni indi görsəydi çox təəccüblənərdi. Amma Yəni siz tam olaraq orada deyilsiniz, istədiyiniz yerdə yoxsa? mən hal-hazırda öz istədiyim yerdəyəm. Yəni mən həyatımda hansısa qərarları yenidən versəm, yenə eyni qərarları verərəm. Bu dəqiqə sevdiyim işlə məşğul oluram və çox xoşbəxtəm bundan. Yəni yenidən bu işi seçərdim. Amma ki uşaqlığımdakı Ayaan çox təəccüblənərdi, çünki mənim həyatımda ancaq musiqi var idi və hər şey musiqi ilə bağlı idi. Amma görürsüz, həyatda elə olur ki, tamamilə illərlə, 20 il mən sərf elədim bu sənətə və çox çətin bir sənətdir pianoçu olmaq və birdən ani qərarla qərar verdim ki, yox, mən artıq bununla məşğul olmayacağam. Bəli, belə də olur. Çox gözəl, yəni. Ayaan xanım, sizcə niyə bəzi insanlar çox peşəkar olsalar da, yəni tanınmırlar? Mənə elə gəlir ki, biz hal-hazırda elə zəmanədə yaşayırıq ki, bizi həmişə uşaqlıqda öyrədiblər ki, şəxsən məni təvəzzökar olmaq lazımdır, sənin hərəkətlərin, sənin işin sənin əvəzinə danışmalıdır, belə. Amma ki, hal-hazırda elə deyil mənə elə gəlir. Çünki mən görürəm, baxıram, mənim sferamda elə insanlar var ki, görürsən ki, işi o qədər də peşəkar deyil, amma ki, onu elə gözəl görüntü verir. Reklamı güclüdür məsələn. Reklamı güclüdür, məsələn, fotoqraf, videoqrafı güclüdür, gəlirlər, işıq verirlər falan. Mən məsələn bir dekoratorçu kimi görürəm ki, orada iş elə də peşəkar deyil, amma ki onu örtbas edib gözəl görüntü olaraq təqdimat eləyirlər. Amma elələri də var ki, məndə hərdən elə olur, çalışıram, axır vaxtlar düzəltmişəm özümü, amma hərdən elə olur ki, vaxt yoxdur ki, o qədər adamın
işin içində başı qarışır, vaxt yoxdur ki, onu qəşəng çəkəsən ya fotoqraf çağırasan və belə iş belə görsən ki, təqdimatı yoxdur. Amma olmalıdır. Biz indi elə Buna bir zamanədə ayrılmalıdır yəni. bəli, məncə biz hal-hazırda elə zamanədə yaşayırıq ki, bu təqdimat olmalıdır. Sadəcə peşəkar olmaq bəs eləmir. Sən insanlarla ünsiyyət qurmağı bacarmalısan, öz işini təqdim etməyi bacarmalısan. Çünki hal-hazırda həm də ki daha çox baxırlar Instagramda, bu səhifə qəşəngdir, filan kəs Bu burada səhifə daha elədi. böyükdür. Burada daha çox izləyici var ki, biz də hətta müştərilərlə danışanda məsələn kimisə təklif eləyirik onlara, aparıcılar, fotoqraf və s. deyirlər ki, Instagram səhifələrini göndərin baxaq. Halbuki məndə elə fotoqraflar var ki, Instagram səhifəsi yoxdur, amma möhtəşəm İşləri var. fotoqraflardır. Amma ki görürsüz, zamanə biraz başqa cürədir, ona görə. Bilmirəm deyim təəssüf ki, yoxsa yaxşı ki. Yəni nə təəssüflənmək lazımdır. Yəni zəmanə budur. Artıq bunu qəbullanıb buna uyğunlaşmaq lazımdır. Mən də düşünürəm ki, hal-hazırda konkurensiya çoxdur. Çoxdur. Yəni rəqabət olaraq çoxdur. Ona görə bir tərəfdən sevinirəm ki, paylaşmağa bizim bir sosial mediamız var, göstərməyə ki, biz bu işləri görürük. Amma bir tərəfdən hansı ki, insanlar daha çox peşəkardırlar, onlar yəni sosial mediadan anlayışları yoxdur deyən onu inkişaf edə bilmirlər. Amma İndi də görürsüz AI gəlib. Artıq Düzdür. başa düşürəm ki, məsələn mən yeni texnologiyalar falan mən çox xoşlamıram belə şeyləri. Mən insanları dəyişməyi sevirəm. Mən nəsə öyrəşəndə o yolla gedirəm. Amma indi baxıram ki, istər-istəməz biz zəmanə ilə ayaq-ayağa getməliyik, yəni uyğunlaşmalıyıq. siz nə bürcüydünüz Ayən xanım? Şir bürcü. Şir bürcü eyni taktikada çox vaxt getməyi sevir. Ona görə Ayən xanım növbəti sualı verim sizə. İlk dəfə sosial mediada görünmək sizə çətin gəlmişdi. Yəni insanların xeytləri və yaxud yəni onlardan çəkinirdiniz, qorxurdunuz fikirlərindən. Sözün düzü Instagram açılanda bu lap çoxdan olubdu, yəqin bir 14-15 il. Mən o vaxt Instagram səhifəmi açanda onu private eləməmişdim, açıq səhifə idi. Və məndə heç vaxt belə bir şey olmayıb ki, mən indi bloq aparacağam. Məndə zaten əvvəlcədən açıq səhifə olub deyə elə Instagramıma aparmışam, nələrsə paylaşmışam. Yəni ən birinci bloqerlərdənəm deyə bilərəm. Və ona görə mənim auditoriyam belə çoxsu mənə yazırlar ki, biz sizi hələ Londonda yaşadığınız vaxtdan tanıyırıq, hələ uşaqlar yox idi tanıyırıq. Yəni mənim auditoriyam səmimidir. Amma əlbəttə ki, hər bir bloqerdə bu var. Hansısa neqativ kommentlər gəlir. Əlbəttə məndə daha azdır başqalarına nisbətən, çünki mənim kontentim belə neqativ yaradan bir kontent deyil. Məndə kontentdə uşaqlardır, ailəmdir, işimdir. Belə provokativ bir şeylər paylaşmıram ki, neqativ olsun, amma əlbəttə ki, hamıda olduğu kimi olur. Mən hansısa həyatımın etapında başa düşdüm ki, ümumiyyətcə mən hamı məni sevə bilməz. Hamı məni bəyənə bilməz və mən neqativə çox rahat yanaşıram. Çünki məndə də olur ki, kimsə xoşuma gəlmir. Bildirirsiniz fikirləri. Mən bildirmirəm, çünki mən hesab edirəm ki, olur ki, məni kimsə qıcıq eləyir. Sadəcə olaraq o bloqerə məsələn baxmayacam. İzləməyəcəm onu. Bəzi insanlar var ki, qıcıq olur və orada onu bildirirlər. Mən hesab edirəm ki, öz neqativini başqa insanlara tökmək düzgün deyil. Amma ki, olur ki, mənə yazırlar, kommentlərdə olur falan. Sözün düzü heç bir reaksiya vermirəm, heç vaxt da neqativ cavab da vermirəm. Çünki neqativ cavab verəcəksən, o sənə cavab verəcək, energiyanı aparacaq. Ona görə çox neytral. Çünki insan bloq açanda, açıq səhifə aparanda o hər bir kommentə hazır olmalıdır. Hətta hərdən izləyicilər deyirlər ki, sizdə açıq səhifədir, biz nə istəsən yaza bilərik. Əslində elə deyil. Hətta hüquqi olaraq onları qanunla cəlb etmək olur. Amma ki, yaxşı ki, bu qanun var artıq. Var, bəli. Amma ki, yenə də məncə bloqerlər öyrəşiblər daha rahat neqativi qəbul eləməyə. Bəli. Amma təhqir yoxdur, tənqid. Yox, əlbəttə ki, təhqir. Yox, onları əlbəttə ki,
insan rahat qəbul eləyə bilmir, amma sözün açığı məndə elə şeylər olmayıb səhifəmdə. Bəlkə də nə vaxtsa olub, amma Nə gözəl ki, sizin kütləniz mənim kəşfətə kütləm- düşdüyünüz mənim yaxşı. Bəli. kütləm yaxşıdır, bəli. Nəsə xoşuma gəlməyəndə insanı bloka atıram, amma heç vaxt ondan Yəni heç bloka atmağa onda yəni eləyirsiniz də. Bəli, Bəzən bəli, olur ki, bəli, insanlar bəli. saxlayır bilə-bilə. yox. Kommentlər. Mən əgər çox neqativ, yəni belə askarbleniya kimi bir şeylər olsa, mən onu bloka atıram. Çox gözəl. Yəni mən də açıq səhifə işlədirəm və həqiqətən də gündəlik olaraq bu xeytlərlə rastlaşıram. Gərək mən də Ayan xanım kimi sadəcə bloka atım. Elə daha rahat olar. Bəli, bəli. Sabah Instagram bağlansa, yəni sizin bu biznesinə təsir eləyəcək sizcə? Instagram bağlansa, məncə hamının biznesinə təsir edəcək, amma mənimkinə də əlbəttə ki, təsir edər. Amma o qədər də yox. Çünki məndə mənim müştəri kütləm əsasən öz ətrafımdır və sarafanla radio deyirlər. Kimsə kiməsə tövsiyə eləyib və belə yaranıb mənim müştəri kütləm. Məndə Instagramdan belə deyim də cəmi bir 20% müştəri gəlir. Mənim əsas müştərilərim öz müştərilərimdir və Reklam öz aralarında. Bəli. Və bir də ki, mənim müştərilərim məndən bir dəfə nəsə tədbir eləyirlərsə, artıq dəfələrlə eləyirlər. Məndə elə müştərilər var ki, məsələn, uşağının toylarını eləmişəm, indi nəvələrinin Ay, ad gününü maşallah. eləyirəm. Yəni belə elə uşaqlar gözəl. var ki, gözümün qabağında böyüyüb. Məsələn, 10 yaşını qeyd edirdi, indi 16 yaşını qeyd eləyir. Deyirəm ki, bu uşaq mənim gözümün qabağında böyüdü. Ona görə də məncə Instagram elə də çox təsir eləməz. Sizə çox o qədər təsir Mənə eləməz çox təsir düşünürsünüz? eləməz, bəli. Yəni çünki bəzi peşəkarlar, yəni çoxdur indiki zəmanədə işlərini sanki elə görürlər ki, bir dəfəlik olsun və o adama biz müraciət eləmirik məsələn də. düzgün deyil. Sizdə bu çox gözəl bir şeydir O ki, yəni. düzgün deyil. Bəli. Mən həmişə onu deyirəm ki, elə olub ki, məsələn, hansısa hesabatları səhv aparmışam, minusa işləmişəm tədbiri, elə olub ki, sıfıra işləmişəm. Heç vaxt onu müştəriyə bildirməmişəm. Çünki mən işçilərimə də həmişə deyirəm, mənim məqsədim o deyil ki, bir dəfə nəsə aldadım ya nəsə eləyim, bir dəfə çox pul qazanım. Mənim məqsədim odur ki, bu müştəri mənə gələndən sonra artıq məndən həmişəlik qalsın və yavaş-yavaş biraz Siz gələcəyi amma görürsünüz. bəli. O çox gözəl bir xüsusiyyətdir. Bəli. Və həqiqətən alqışlayıram eyni fikirdə olduğumuza görə. Çox sağ olun. Uğurlu ana olmaq arasında, biznes sahibi, sahibkar olmaq arasında, yəni çətinlik çəkirsiniz, yəni. Sözün açığı çox çətindir. Hərdən mənə yazırlar ki, siz necə hər şeyi çatdırırsınız, sizin energiyanız çoxdur. Nədənsə, yəni fədakarlıq eləyirsiniz ya ana olmağa, ya biznes sahibi olmağa. Mənə elə gəlir ki, hər ikisindən biraz Fədakarlıq var. Bəli. Çünki yəqin ki, Allah eləməsin, uşaqlar olmasaydı, ailə olmasaydı, mən biznesimdə daha aktiv olardım və daha yəni mənim daha çox vaxtım olardı, daha çox enerjim olardı ki, bunu qabağa itəliyim. Və əlbəttə ki, biznesim olmasaydı, mən o zamanımı daha çox uşaqlarıma ayırardım. Bəli. Çünki məndə elə olub ki, hansısa vacib tədbirə görə uşaqların bayramlarına getməmişəm, məktəb bayramlarına. Elə olur ki, çox vaxtı işlər 6 bazardır bizdə. Bəli. 6 bazar görsən ki, mən evdə Uşaqlarla olmuram, vaxt keçirə uşaqlarla bilmirsiniz. vaxt keçirə bilmirəm. Yəni bunu balansda saxlamaq çox çətindir. Mən onu çalışıram eləyim, amma doğrudan da çətindir. Çünki mənə elə gəlir ki, qadınların kişilərə baxanda həm işləri də daha çoxdur, həm məsuliyyəti də daha çoxdur. Çünki bizim cəmiyyətdə, indi xaricdə elə deyil, amma bizim cəmiyyətdə daha çox belədir. Kişi işləyir, evə gəlir, hər şey hazır, uşaqlar qəşəng, belə də yəni onlarda ancaq fokus işə olur. İşə bəli. Amma mən özümü hərdən uşaqlarımın sekretarşası kimi Hiss hiss edirəm. Çünki bütün günü onları müəllimlər, dayə, bu, şoferə yaz, bunların hamısını idarə eləmək. Bizdə qrafiklər var, bu uşağın qrafiki, mənim öz grafikim. Yəni və özü o multikdə olur, belə bir neçə əli olan ana kimi. Bəli, belə hiss edirəm özümü. Amma ki, yəni həyatın gözəlliyi də odur ki, hər şeyi həm vaxt çox tez keçir məncə sizin çox üçün. tez keçir. Çox tez keçir.
günlər, saatlar. Bəli, bəli. Həftə Uşaqların onda, başlayır, bir də görsən ki, həftə bitib. bitib. Uşaqların onda yəni məktəbdən əlavə yəqin krujokları və sair Əlbəttə, onda. əlbəttə. Bütün ona bu məndə məsələn qızım rəsmlə məşğuldur, onun hansısa sərgiləri olur. Oğlum şahmatla məşğuldur, onu lazımdır, nə bilim, ora apar, turnir falan hamısını Onda siz təşkil. təksiniz də bu Mən evdə tək çox deyiləm, mənim köməkçilərim var. Yəni mən hesab eləyirəm ki, imkan olanda mütləq və mütləq köməkçi olun. bacardıqca işlərimi rahat eləmək lazımdır. Amma yenə də elə şeylər var ki, mən Sizdən yaxşı heç kim eləyə Bəli, bilməz. mən onu özüm eləməliyəm və əlbəttə ki, evə gələndə işdən uşaqlar yatmağa gedənə qədər mən heç bir iş görə bilmirəm. Ancaq onlarla məşğulam, çünki hərəsi məndən nəsə soruşur, hərəsi özünə bir diqqət istəyir, bəli. Ona görə çətindir. Çətindir, amma mümkündür. Mümkündür. Çox gözəl. Yəni ana olmaq, həm iş sahibi çatdırmaq hər qadının işi deyil. Sizə maşallah olsun. Çox sağ olun. Amma qadınlar bacarır. Qadınlar kişilərdən güclüdür. Güclüdür, Məncə bu düşünürsünüz. baxımdan, bəli, bəli. Sizcə qadın sahibkarlarının qarşılaşdığı ən böyük problem bazardır, yoxsa cəmiyyətin qadından gözləntiləri? Mən sizə açıq deyim ki, mən bir qadın sahibkar kimi cinsiyyətə görə bir diskriminasiya falandan heç vaxt qarşılaşmamışam. Bilirəm ki, deyirlər ki, belə problemlər var və s. amma mən öz sahəmdə yalan deyə bilmərəm, qarşılaşmamışam. Amma olub ki, hərdən restoran administratorları fikirləşirlər ki, hə qadındır, təşkilatçıdır belə, amma məncə bizdə belə bir şey yoxdur. Vasaq ki, mənim sferamda Yoxdur. belə problem görməmişəm. Blogerlikdə də həmçinin, yəni blogerlərin çoxusu qadınlardır. Deyə bilmərəm ki, belə problemlərlə üzləşmişəm, bəli, üzləşməmişəm. Lagres deyir ki, hər bir qadın bir ilandır da, bizdə bu məşhur bir deyimdir. Və mən düşünürəm ki, sizdə də o var. Məncə siz indiyə qədər dil tapmısınız və o belə böyük problemlərlə qarşılaşmamısınız. Ola bilər. Mən Bəli. çox belə Layəqli. çox layal, çox hər bir insanla mənim yoldaşım həmişə deyir ki, sən istədiyin любой bir insanla əlaqə qura bilirsən, yəni danışa bilirsən. O əslində çox yaxşı xüsusiyyətdir və mənim Sosial işimdə də başa mənə çox kömək eləyir. İnsanlarla düzgün ünsiyyət qurmağı bacarmaq. Bacarmağa Bəli, kömək bəli. edir. Ailə sizə daha çox güc verir, yoxsa məsuliyyət yükləyir? Hansını düşünürsüz? Məncə hər ikisi. Həm güc, həm Həm məsuliyyət. güc, həm məsuliyyət. Çünki ailə məsuliyyətdir, uşaqlar məsuliyyətdir. Amma ki, hər şey onlara görə eləyirsən. O ki, evə gəlirsən, uşaqları görürsən. İşləmək belə Bəli. onlara görə. Bəli. Tam onlara görə deyə bilmərəm. Məndə elə bir şey yoxdur ki, hər şey uşaqlarıma qurban olsun. Yox, uşaqlar özləri öz ayaqları üstündə durmalıdır inşallah. Özləri bacarmalıdır. Amma ki, uşaqlar həyatımın ən böyük xoşbəxtliyidir deyə bilərəm və mən onlardan energiyamı alıram. Mən onları görəndə elə bil dünyalar mənim olur. Ona görə hər ikisi. Siz onda ailə qurmamışdan qabaq da işləyirdiniz təbii ki. Yox, mən ailə qurmamışdan qabaq oxuyurdum. Bakıda oxuyurdum və ailə quranda Londona köçdüm. Orada da aspiranturamı oxudum. Uşaqları sonradan dünyaya gətirdim. Yəni işləməyə də başladım. Artıq Ailəli Londondakı, olaraq. bəli, ailəli olaraq. Nə gözəl, ailə bir uğurdur sizin, Bəli. çünki bu addımlara da dəstək olublar. Bəli. Ayən xanım, sizcə qadının əsli gücü nədədir? Mənə elə gəlir ki, qadının əsl gücü hər şeyi balansda saxlamaqdır. Çünki mən fikir verirəm, əgər həyatının hər bir sferasında balans varsa, həm özünə vaxt ayıra bilirsən, həm işivə, həm yoldaşıva, həm dostlarıva, həm uşaqlarıva, valideynlərinə və hər şeyi balansda saxlayırsansa, mənə elə gəlir ki, həmin insanlar daha xoşbəxt həyat yaşayır, daha dolu həyat yaşayırlar. Çünki hər bir sfera balansda olmalıdır və məncə güclü qadınlar bu balansı saxlamağa bacarırlar və bizim qadınlar bu balansı saxlamağa bacarırlar və əsl gücümüz də elə bundadır. Balansı saxlamaq. Bəli. Mən də sizin fikirlərinizə qatılıram. Bəs güclü qadın düşündükcə ilk ağlınıza nə gəlir?
Güclü qadın düşündükcə öz ayaqları üstündə duran, heç kimdən nə maddi, nə mənəvi asılı olmayan, mənəvi dedikdə başqa insanların fikri, başqa kim nə deyər, nə fikirləşər, belə özgüvənli qadın gəlir. Bəs özünüzü görürsüz o? Yoxsa Yavaş-yavaş ona yaxınlaşıram məncə, bəli. Çünki yaş artdıqca, hansısa şeylərə sən nail olduqca, nəyisə öyrəndikcə özgüvən də artır. Özgüvən. Əlbəttə ki, mən əvvəlki 20 il əvvəlki Ayan deyiləm, amma bəli, güclü qadın. insanların fikri onda hələ ki sizə ətrafdakı fikirlər önəmlidir. Mənə önəmlidir mənim sevdiyim, mənim dəyər verdiyim insanların mənim haqqımda fikri. Digər insanların fikri desəm ki, heç önəmli deyil, yalan deyərəm. Amma ki, artıq ora çatıram ki, heç önəmli olmayacaq. Çünki hərdən mənə də gəlib danışırlar ki, "Ay filan kəs belə dedi, orada belə dedilər." Deyirəm ki, dedilər də. Yəni bunlar mənim dostlarım deyil ki, mənim onlardan gözləntim olsun. Gözləntim olduğu insanlar məndən danışsalar, mənə dəyər verdiyim insanlar, onda əlbəttə ki, mən pis olaram. Amma ki, mənim insanlardan gözləntilərim yoxdur. Yoxdur. Və elə yaşamaq daha rahatdır. Daha rahat. Bəli. Mən sizdə bir həssaslıq da görürəm ki, biraz həssassınız. Eyni mən də çox həssasam. Fikirlər deyəndə özümə yaxşı mənada götürməyə çalışıram ki, bəzi nələrsə düzəltmək üçün, nələrsə baxır kim necə mənə deyir onu, ona görə fikirlər mənim üçün hələ ki siz dediyiniz kimi tam o qədər belə depressiyaya salacaq qədər önəmli deyil, amma yəni bəzən qulaq asmağı sevirəm. Amma həm də deyirlər ki, səndən məsləhət istəməsələr, məsləhət vermə. Bəli. Ona görə mən heç vaxt heç kimə məndən soruşmasam, Soruşmasalar məsləhət vermirəm heç kimdən də. Amma məsləhətlər alıram. Dəyər verdiyim insanlardan, bilirəmsə ki, mən o insandan nəsə öyrənə bilərəm. Əlbəttə ki, məsləhət alıram, amma istəmədiyim yerdə mənə məsləhət verəndə bu mənim O heç təbii ki, o xoşuma mənə də gəlmir. qıcıq verir, bəli. Yəni mən Heç sənə xoşuma soruşmamışam. gəlmir. Müasir qadın həm zərif, həm güclü qala bilərmi, yoxsa cəmiyyət onu seçim eləməyə vadar eləyir? Məncə qala bilər, amma çox çətindir. Həm güclü, həm zərif. Çox çətindir. Mən də elə düşünürəm. Çox çətindir. Mən o balansı saxlaya bilmədim. Balansdan danışırdım bayaq. Amma o məsələn işimdə görürəm ki, güclü olmaq lazımdır. Çünki daha çox kişilərlə işləyirəm və hərdən fikirləşirəm ki, artıq o qadın zərifliyi getdikcə azalır. Çox çətindir onu Qadın saxlamaq. enerjisini bəs Bəli. artırmaq üçün nəsə Ona da vaxt lazımdır ki, yoxdur. gedəsən harasa, nə bilim, rəqsə ya nəsə Bəli, qadınlar. bəli. Ona da vaxt lazımdır. Odur ki, uşaqlar, iş filan görsən ki, özünə Unudursan. hərdən vaxt qalmır. Tam istədiyin hər şeyi etmək üçün. Məncə olar, yəqin ki, olar, onu eləyənlər var. Amma mən hələ onun sirrini tapmamışam. Məncə amma çox zərif görsənirsiniz. Çox Yəni sağ həqiqətən olun. demərəm onu, yəni o gücü ola bilər. Siz məni işdə görməmisiniz. Doğrudan bəlkə də, amma yenə də görünüşcə olur ki, insan daha çox kişi işləri kimi məşğul olanda və o başlayır kişiləşməyə. Bəli. Və elə qadınlar çox görürəm ətrafımda, amma sizə elə demərəm. Siz xanım, xatun gözəl Çox sağ olun, qalmısınız, çox maşallah. təşəkkür edirəm. Biznes dünyasında iş qadını olmaq daha çox üstünlük yaradıb sizin üçün, yoxsa çətinlik? Məncə üstünlük yaradıb. Çünki deyəndə ki, mənim işim var, biznesim var, görsən ki, insanlar səni daha Daha çox hörmət daha çox hörmət eləyirlər, daha ciddi qəbul eləyirlər. Ona görə heç bir problem yaratmır. Məncə qadının nəsə bir öz işi olmağı, öz biznesi olmağı bu ancaq müsbət bir şey ola bilər. Xüsusilə də bu işin uğurludursa və səni tanıyırlarsa, əlbəttə ki. Sizin də işiniz çox məncə populyar sferada indiki zəmanədə və tələb olunan. Əslində bəli, mənim sferamda hal-hazırda konkurensiya da çoxdur, rəqabət də çoxdur və tələbat da var. Amma ki, yaxşıları azdır. Yəni top yaxşıları. Yaxşıları Top yaxşıları elə də çox deyil. Seçimlər azdır, yəni yaxşıların arasında.
Seçim çoxdur, amma ki həqiqətən keyfiyyətli, professional o qədər də yoxdur. Mən O indi qədər. bu işin içindəyəm deyə mən onu Görürsüz. görürəm və bilirəm. Və sizə maraq qatır yəqin ki, konkurentlərdə araşdırırsınız, baxırsınız. Sözün düzü mən işi ilk başlayanda baxırdım. Baxırdım, amma axır bir neçə il baxmıram. Çünki mən fokuslanmışam öz işimə işinizə. və mən məsələn özümü heç vaxt Bakıdakı dekoratorlarla müqayisə etmirəm. Mən baxıram daha çox xaricilərə. Xaricilərə. Rusların dekorlarını çox bəyənirəm, çox estetikdir, gözəldir. Onlarınki bizimkinə daha uyğundur. Çünki Avropada daha çox sadə şeylər eləyirlər və mən daha çox onları izləyirəm ki, Müştərinin zövqünə görə yəqin bəli, baxırsınız. bəli. Və mən daha çox onları izləyirəm və məndə mənim işçilərim həmişə deyirlər ki, bəs filan dekorator gördünüz, filan şey elədi, filan şey elədi. Mənə göstərirlər, baxıram deyirəm, "A, nə qəşəngdir." Həqiqətən qəşəng olanda deyirəm ki, "Oy, nə gözəldir, çox qəşəng." Deyir, "Sizdə elə şey yoxdur ki, a, o elədi, siz də istəyərdiniz eləmək." Mən deyirəm ki, hamının öz müştərisi var, hərənin öz ruzusu var. Onsuz da mən bu şəhərdə olan bütün dekorları görə bilmərəm. Heç istəmərəm də onu eləyim. Çünki mən onun hamısını eləsəm, onda mən başqa işlərimə, İşlərə ailəmə çatdırmarsınız, vaxt bəli. qalmayacaq. Ona görə məndə şükür Allaha, məndə nə paxıllıq hissi var, nə bu belə sportivni rəqabət olur. Əslində o pis bir şey deyil, amma məncə o daha çox kişilərə Məncə amma sizdə o hiss elədim, o var. var, Hə, amma yəni. ki bilirsiniz belə ki bizim sferada olur. Kimsə kiminsə dalınca danışsın, Bəli, müştərini oradan götürsün, özünə o. çəksin. Bizdə çox No. olur elə. Mən şükür Allaha bu neçə ildə heç vaxt bu intriqalarda olmamışam və heç vaxt da elə şeylər eləməmişəm. Çünki mən hesab edirəm ki, hərənin öz müştərisi var. Təbii ki. Hamının da öz işi var. Hamının da öz ruzusu var. Ona görə belə hamını özünə çəkmək Düzgün deyil. düzgün deyil, bəli. Yəni bəli, o mənada demədim, o təbii ki, çox pis bir şeydir. O Həm də bilirsiniz, müştəriləri, hər bəli. insanın öz kapasitesi var Bəli. ki, nə qədər iş götürə bilər. Mən bir ara çox işləyirdim, çox iş götürürdüm və mən hansısa momentdə artıq neçənci gecə idi, saat 3-ə 4-ə qədər işləyirdim evdə. Yoldaşım mənə gəlib deyir ki, deyir, sən niyə bu qədər işləyirsən də? Deyir, sən özünə yazığın gəlmir. Deyir, sən ailəni saxlamırsan, uşaqların məktəbinin pulu. Deyir, sən mənə başa sala bilərsən ki, sən bunu niyə görə özünə belə zülm verirsən? Mən hansısa momentdə belə oturdum, fikirləşdim ki, doğrudan da mən bunu niyə eləyirəm? Yəni Marağınız var idi, işləmək bir məndə prinsip, prosta bilirsiniz belə bir his var ki, bunu da eləyim, onu da eləyim. Hansısa momentdə mən belə oturdum, fikirləşdim, psixoloqumla bunu danışdım. Dedim ki, mən axı bunu eləməli, o qədər eləməli deyiləm. Mən bu işə başladım ona görə ki, mənə bu iş zövq verir, mən bu işdən zövq alıram. Harda xoşuma dayanmağı gəlir. bacarmaq lazımdır. Başa düşdüm ki, mən artıq hansısa obyomdan yuxarı iş götürməyəcəm. Çünki belə bir moment oldu ki, o işlərdən qazandığım pulu mənim heç vaxtım yox idi xərcləməyə. Rəfiqəmə deyirəm ki, mən heç girib nə bilim geyim özümə, ya nəsə də qadınlar biz nə sevirik, zinət əşyaları, ya nəsə. Deyirəm mənim heç vaxtım yoxdur ki, mən gedim özümə nəsə alım, nəsə seçim, başım o qədər işə qarışıb, spaya gedim, salona gedim və dedim ki, yox, mən biraz saxlayacağam, dayandıracağam. Ona görə deyirəm ki, məndə o xüsusiyyət yoxdur ki, hal-hazırda ki, hamı gəlsin məndən sifariş eləsin dekoru. Mənim öz müştərilərim var, mənim öz belə deyim, öz kapasitem var və onun daxilində işləyəndə mən bütün digər sferaları, dostlarımı, ailəmi, özümü balansda saxlaya bilirəm. Bax, budur. Onu demək istəyirəm ki, siz yəni həm zərif qalmağı bacarırsınız. Çünki özünüzə də vaxt ayırmalısınız, həm də ki, biznes sahibi olaraq fəaliyyət göstərirsiniz və bu balansı saxladığınız üçün həqiqətən əsl qadın gücüdür. Karyera qurarkən qadınların itirməməli olduğu ən vacib dəyər nədir? Yəqin ki, öz zəriflikləri. Çünki
Bilirsiniz, hərdən baxıram, indi hal-hazırda qadınlar çox işgüzar olublar. Bəli. Hamı biznes sahibidir. Hamı maşın Hamı sürür, maşın hamı sürür. qazanır. Hamı çoxusu öz ayaqları üstündə durur. Amma mənə elə gəlir ki, bu keçən dəfə də mən onu müzakirə eləyirdim ki, biraz cavan nəsil elə bil ustupkaya getmək istəmirlər ailə həyatında, hansısa kompromislərə getmək istəmirlər və bu qadınlar məncə hansısa bu zərifliyi, diplomatikliyi saxlamalıdırlar ki, çünki əvvəllər fikir verirdinizsə, yəni bizim analarımızın dövründə, mənim yaşıdlarım məsələn, biz daha çox belə idi ki, ailəni saxlayaq, ailə qurmaq vacib idi. İndi amma elə bil mən tamam başqa bir mövzuya keçdim, amma Maraqlı da ki, yox, maraqlı da yox. amma indi fikir verirəm ki, o qədər boşanma var və boşanmaların səbəbini soruşanda cavan nəsildən söhbət gedir də 30 yaşına qədər. Elə şeylər deyirlər, fikirləşirsən ki, yəni buna görə adam boşanar həqiqətən. Yəni ortada yalan yoxdur, nəsə bir şey Yəni yoxdur. belə Amma böyük bir problem çünki yoxdur. kişilər artıq çoxsu kişilər qadının özündən güclü olmağını istəmirlər, qəbul eləmirlər. Onu elə görürlər, təhdid kimi görürlər və çox bir zaman deyirlər ki, yəni ya işini, karyeranı seçirsən, ya məni seçirsən. Amma mənə Xanımlarda elə gəlir indi kişilər elə deyil axı. bir bölünüblər. Yəni var elələr də. Məncə indi çox qadın işləyir, elə bir şey yoxdur ki, evdə oturmalısan, işləməməlisən. Amma məncə qadınlar da biraz kompromisə getməlidirlər. Nəsə ki, məsələn mənim üçün ailə çox vacibdir və mən bilirəm ki, mənim ailəm olmasaydı mən özümü tam xoşbəxt hiss edə bilməzdim. Elə qadınlar var ki, bilirəm ki, onlar ailə, ər, uşaq heç onlara Elələri lazım fikirləşmirlər, deyil. bəli. Onlar özlərini xoşbəxt hiss eləyirlər tam karyerada. Amma ki, nə bilim, biraz belə bu çox dərin mövzudur və hərənin öz fikri var Fikri bu var, mövzuda. Amma ki, qadınlar məncə hamı indi o qədər işləyir və s. bu çox gözəldir. Bu çox yaxşıdır və mən buna çox sevinirəm ki, bizim qadınlar həqiqətən Azərbaycan qadınları çox güclüdür. Onlar həm işləyirlər, həm ailələrinə baxırlar, həm uşaq doğurlar, hər şeyi balansda saxlaya bilirlər və bu güclü olmaqda zərifliklərini itirməmək məncə çox yaxşı olardı. Bu mənə də aiddir Bəli. və bunu mən Təbii ki, özümə də mənə də diləyirəm. Yəni çox çətin olsa da Bəli. balansı qorumaq Bəli. hər bir qadın bacarmalıdır. Bu gün tez-tez qadın-kişi arasında, yəni rəqiblik göstərilir də. Sizcə onlar rəqibdirlər, yoxsa bir-birini tamamlayan iki güc? Mənə elə gəlir ki, evdə, ailədə onlar bir-birini tamamlayan bir güc olmalıdırlar. Çünki olmasa ailə də güclü olmaz. Amma işdə mənə elə gəlir ki, mən yenə də ofisdə heç vaxt işləməmişəm. Siz onda evdən idarə edirsiniz? Yox, yəni bilirsiniz necə, məndə bizdə dekorlardır, təşkil belə Bəli. bizdə böyük bir ofis yoxdur. 2-3 işçiyik, amma belə böyük ofislərdə ki, orada yüzlərlə işçi və s. mən işləməmişəm, amma mənə elə gəlir ki, oralarda rəqabət var. Bəlkə də mən səhv deyirəm, bilmirəm. Amma mənim işimdə bizdə hansısa işləri qadınlar görür. Mənim məsələn assistentim qadındır. Hansısa fiziki işləri kişilər görür. Əlbəttə ki, floristlər qadınlar da var, kişilər də var. Yəni bizdə belə bir bizim sferada belə bir rəqabət yoxdur. Amma ki, digər sferaları elə də deyə bilmərəm. Yəni qadın və kişi rəqib olmamalıdır düşünürsüz? Məncə rəqib olmamalıdırlar. Xaricdə gördüyünüz və mütləq Azərbaycanda dəyişmək istədiyiniz bir şey varmı sizdə düşündüyünüz? Mən bilirsiniz də Londonda 10 il yaşamışam. Bəli. Və mən deyə bilərəm ki, bizdə bizim növbə mədəniyyətimiz yoxdur Azərbaycanda. Növbə Mədəniyyəti yoxdur. Bax, mən bunu çox dəyişdirəm, çox istərdim dəyişdirim. Bir də mən nəyi çox bəyənirdim orada? Orada məsələn ailələrdə kişilər və qadınlar onlar
işləri birlikdə görürlər. Məsələn, qadın həmin gün nə iləsə məşğuldursa, yoldaşı gəlib yemək bişirəcək, Bəli, bəli. uşağına da baxacaq və mən nəyə fikir vermişəm? Biz orada yaşayanda, hətta biz əsasən Azərbaycanlılarla dostluq edirdik və hər 6 bazar ancaq ailə çıxırdıq da, yəni uşaqlar, ana, ata, dostlarla olsa belə mütləq uşaqlarla. Amma burada fikir verirəm ki, biraz bizdə belə kişilər ayrı, qadınlar ayrı, Ayrı, dincəlirlər. hə, uşaqlar ayrı və bir də orada məsələn xaricdə uşaqları çox tez-tez aparırlar muzeylərə, hansısa bir maraqlı yeniliklər göstərirlər. Mədəniyyətə də önəm verirlər. Bəli. Yəni. Bizdə də Mənim yaşlar. yadımdadır ki, mənim uşaqlarım balaca idi, əkizlər. Onların Kalyaskada idilər, hələ gəzə bilmirdilər. Biz gedirdik orada muzeylərə. Mən sevirəm muzeyləri. Biz rəssam ailəsindən gəlirəm. Ona görə mən rəsmləri, incəsənəti çox sevirəm. Mən gedirdim, uşaqları da özümlə aparırdım, yoldaşım da. Şəkilləri Instagrama paylaşanda mənə yazırdılar ki, bu uşaqlar heç gəzə bilmir, danışa bilmir. Bunlar nə başa maraq var, düşəcək? bəli, Mənim də bibim o rəssamdır. O mənə həmişə deyirdi ki, yox sən elə onu. Məsələn, otaqlarında mən o vaxtı распечатать eləmişdim. Məşhur rəssamların Da Vinci, Rafael filan rəsmlərinə deyir ki, uşaqlar gözünü açandan gözəlliyi görməlidirlər. Amma bizdə daha çox restorana getsinlər, nə bilim mola getsinlər, belə bir şeylər. Halbuki bizim çox gözəl muzeylərimiz var və mən uşaqlarımla bizim bütün muzeyləri gəzmişəm və elə muzeylər var ki, bir neçə dəfə getmişik, müasir incəsənət. Uşaqlarda maraq siz uşaqlıqdan yaratmısınız. Bəli, bəli. Və hələ də var Və mən sizə düşünürsən. bir şey deyim, elə vaxtlar olub ki, uşaqlar getmək istəməyiblər. Amma mən məcbur eləmişəm. Demişəm ki, yox, biz əvvəl gedəcəyik muzeyə, siz orada baxacaqsınız, görəcəksiniz, sonra ondan sonra gedərik məsələn restorana. İndi biz onlara informasiya veririk. Onun heç olmasa 2%-ni də onlar qəbul eləsələr, bu artıq yaxşıdır. Və bu mədəniyyəti mən çox istəyərdim ki, dəyişmək. Çünki hətta bazar günlərində də muzeylərə mən gedəndə incəsənət muzeyidir, müasir incəsənət muzeyidir, xalça muzeyidir, tarix muzeyidir. Mən görürəm ki, adamlar yoxdur orada. Çox az adam var. Halbuki həqiqətən çox gözəl muzeylərdir. Xaricilər gəlir bizim muzeyləri, xalça muzeyini, müasir incəsənət muzeyinə baxıb valihlənirlər ki, Bəli, bəli. sizin nə gözəl muzeyləriniz var və s. Amma inandırım sizi ki, bizdə elə insanlar var ki, heç o muzeyə bir dəfə də olsun getməyib. Getməyiblər. Amma xaricdə, biz xaricə gedəndə biz öncədən bilet alırıq ki, hansısa muzeyə düşək. İnanın ki, mən indi keçən həftə Özbəkistandaydım. Onlar da köhnə SNQ ölkəsidir. Orada yeni bir muzey açıblar, çox gözəl idi. İslam mədəniyyət muzeyi çox möhtəşəm idi. Yanvarda açmışdılar. Biletləri biz öncədən aldıq. Yəni Avropa deyil, Amerika deyil, amma görürsüz insanlar özdə çoxsu özlərinkilər idi. Gedirlər, baxırlar. Bizdə də bu marağı yaratmaq lazımdır. Gözəlliyi görməlidir. Əlbəttə ki. Göz yaddaşı çox önəmlidir. Əlbəttə Məncə ki. oxumaqdansa Əlbəttə, görmək, konsertlərə tanımaq, aparmaq bəli, lazımdır bəli. uşaqları. Biz məsələn Londonda yaşayanda mənim yadımdadır, uşaqlar çox balaca idilər. Heç 2 yaşları yox idi, amma balaca uşaqlar üçün orada hansısa konsertlər keçirilirdi, hansısa kitab oxumaqları və s. bizdə gəlirdi bizə bukletlər ki, bu həftə filan tədbirlər olacaq, aparırdım uşaqları. Burada da məsələn filarmoniya aparıram, hansısa klassik. Deyə bilmərəm ki, sevə-sevə gedirlər. Çox istəyirlər. İndi 12 yaşları var. Axırıncı dəfə mən onları filarmoniya aparanda dedilər ki, bəlkə getməyək, belə elə dedim, yox, gedəcəksiniz. Məncə yaddaşda amma gözəl həkk olacaq. Yəni hər şeydə ürəkdən sevə-sevə. İndiki uşaqlara imkan versən, oturarlar ancaq elə bütün günü iPad, telefon, PlayStation oynayarlar. Ona görə hərdən məcbur etmək lazımdır. Çünki bizi də vaxtında məcbur eləyiblər. Amma ki, yəni mən də xaricdən özümdə keçmişəm və valideynlərim bura gələndə, Azərbaycanı gəzəndə belə də dediyiniz kimi muzeyləri gəzdirirlər, İçəri şəhəri və mamam çox tarixdən
məlumatlı deyən bizə məlumat verirdi hər belə Azərbaycan tarixindən. Biz də uşaqlıq qardaşımla mən bezirdik, amma Amma əlbəttə ki, bəli. indinin özündə mən çox yəni gözəl xatirələr yadıma düşür və çox sevinirəm ki, Əlbəttə özüm ki. indi Azərbaycanda yaşayıram və həqiqətən Yox, bu çox yaxşı ki, belə bir vacibdir. şey edib Çox anam. vacibdir. Uğrunuzda şansın payı nə qədərdir və zəhmətin payı nə qədərdir sizcə? Məncə 80% zəhmət, 20% şans. Amma şansa hər şey buraxmaq olmur. Düzgün deyil. Düzgün deyil. Mənim situasiyamda düzgün deyil. Və mənim sferam elədir ki, orada yəni professionallıq olmasa, orada zəhmətkeşlik olmasa, qabağa gedə bilməyəcəksən. Ona görə şans çox olmur. Şansa çox güvənmək olmaz. Bəli. İnsanların bilmədiyi, yəni ətrafınızdakı insanların, izləyicilərimizin bilmədiyi bir hansısa qorxunuz var sizin? Mən ilanlardan çox qorxuram. Vay. Mən ilanlardan məndə fobiyadır. Heyvan olaraq, yəni yaxınlaşsa, Mən hətta zooparkda bilirəm ki, onlar şüşə Qəfəsdədir. arxasındadır. Mən o otağa girə bilmirəm. Mən dəhşətli dərəcədə televizorda da hətta baxa bilmirəm. tək ilanlara. qorxunuz odur. Yəni bir mənəvi qorxu olaraq ağlınıza Mənəvi qorxu olaraq mənəvi bütün insanlarda olduğu kimi yaxınlarımıza görə çox qorxuram, uşaqlara görə. Yəni belə qorxularda, amma hansısa bir maraqlı bir şey deyə bilməyəcəm sizə. Ayan xanım, bu gün 20 yaşında Ayan Salahovan qabağında otursaydınız, yəni ona nə söyləmək istəyərdiniz? Hansı cümləni ona deyərdiniz? Özünə biraz daha çox güvənsin. Və etdiyi bütün şeylər düzdür. Yəni elə o yolda davam eləsin, sadəcə olaraq biraz daha çox özgüvənli olsun. Onda keçdiyiniz bütün mərhələlərdə hansısa bir səhv və yaxud kaş dediyiniz bir an yoxdur. Yoxdur. Mən hesab eləyirəm ki, hətta hansısa səhvlər bizi yenə də həmin o bizim olduğumuz nöqtəyə gətirir. Həmin situasiyanı Bəli. Ona görə güclü. mən yəqin ki, xoşbəxtəm ki, mən həyatımda heç nəyi dəyişdirmək istəməzdim. Heç bir qərarı, yəni vacib qərardan söhbət gedirsə, heç bir vacib qərarı mən dəyişdirməzdim. Yəni eyni insanla ailə həyatı qurardım, eyni insanlarla dostluq eləyərdim və heç bir şeydən də peşmançılığım yoxdur. Yoxdur. Min Çox şükür. gözəl. Çox gözəl. Yəni çox bir insandan bunu duyuram, yəni güclü xanımlarımızdan və çox xoş olur mənə ki, yəni heç vaxt kaş dediyi bir an yoxdur düşünüb üzərində. Mənə elə gəlir ki, çünki biz başa düşürük ki, nəyisə nə vaxtsa dəyişdirsəydik, artıq olduğumuz yerdə olmazdı. Olmazdı. Çünki hansısa səhvlər belə onlar da bizi gücləndirib. Mənim də işdə hansısa səhvlərim olub ki, çox əsəb keçirtmişəm, çox stress yaşamışam, amma məsələn orada öyrəndiyim dərs məni gələcək daha çox və daha pis stressdən qoruyub. Və məncə yaşlaşdıqca onu başa düşürsən ki, bu həyatda elə belə demirlər ki, həyatda hər şey vaxtında olur, düzgün vaxtda olur və heç bir şey elə belə olmur. Yəni hətta neqativdə belə nəsə pozitiv bir şey tapmaq olar və gələcəkdə biz onu başa düşürük ki, orada nəsə var idi. Çox gözəl. Mən də inşallah biraz yaş getdikcə buna öyrənərəm. İndi bir sizlə oyun oynayacaq, kiçik bir oyundur. Mən iki söz, bir söz ibarət bir cümlələr deyəcəm. Siz də ilk ağlınıza gələn sözü deyə bilərsiniz. Okay. Güclü qadın. Mən. Özünüzü görürsüz ilk olaraq. Bəs xoşbəxt qadın. O da mən. Çox gözəl. Yəni əgər ilk ağlıma gəlirsə, uğur. Uğur. Uşaqların olmağı. Yox, uğur biraz onu bir sözlə ifadə eləmək biraz çətindir. Uğur əsl uğur məncə cəmiyyət tərəfindən sənin uğurunun qəbul olunmasıdır da, belə qəbul olunması. Elə görməyi.
Ailə, uşaqlarım, yoldaşım. sevgi olaraq, Yoldaşım, uşaqlarım. ana olmaq, Xoşbəxtlik. xoşbəxtlik, biznes, Stres. rəqabət, çətinlik Rəqabət, stres. və qadınlıq. Zəriflik. Zərif olmaq, Balans. qadın olmaq zərif olmaqdır. Zərif olun qadınlar. Hər qadın həyatında hansı dəyəri nə olursa olsun qorumalıdır. Bəli. Və məncə bu dəyər həqiqətən Hansı dəyəri qorumalıdır sizcə? mənə elə gəlir ki, qadın özünü unutmamalıdır. Heç vaxt və heç bir zaman. Nə qədər ailə də olsa, iş də olsa. Ailə də olsa, iş də olsa, valideynlər. Yəni çünki bu çox asandır qadın üçün. Başqa insanların problemlərində, işlərində özünü unutmaq və qadın üçün özünü unutmamaq çox vacibdir. Çox vacibdir. Çox həqiqətən bəlkə də mən deyərdim ən vacibi odur. Çünki elələri var ki, öz həyat yoldaşında özünü itirir. Bəli, bəli. Elələri var ki, Asılı uşaqlarında olur. asılı da belə də nəfəs alır həmin insandan. Bəli, bəli, o mənada. Eləsi var ki, ailə uşaqlarında özünü itirir. Görsən ki, özünü fəda eləyib uşaqlara. Ancaq onların dərsi, yeməkləri, o bu eləsi var ki, özünü ancaq işə fəda eləyib karyerasına, uğruna. Amma bu bütün bunlarda özünü unutmamalısan ki, məsələn mən bu gün istəyirəm səhər tezdən saat 8-də durmayım. Səhər saat 11-də durum, rahat kofemi içim, heç yana tələsməyim, sonra gedim spaya, gözəl prosedurlar eləyim, sonra da gedim rəfiqələrimlə. Mən əgər bundan enerji alıramsa, Alacaqsınız. ya da ki bütün günümü sadəcə evdə keçirtmək istəyirəm və mən bundan enerji alacağam. Yəni həmin qadına nə xoşbəxtlik gətirirsə, bəlkə özü tək kinoya gedib kinoya baxacaq. Bəli. Amma ki özünü unutmamalıdır. Bütün bu işlərin arasında nə qədər çətin olsa da özünü heç vaxt unutmamalıdır. Eyni sizə qatılıram. Yəni məncə siz də mənə qatılarsınız ki, əvvəlki mamalar daha çox fədakarlıq edirdilər öz uşaqlarına qarşı. İndiyə qədər mənim mamam deyir, yəni saçımı sənə süpürgə eləmişəm. Amma yəni mən onu eşitmək istəməzdim. Yəni Bəli. istəyərdim ki, o da bir xoşbəxt anları çox olsun, özünə vaxt ayırsın, Əlbəttə öz ki. idmanına vaxt ayırsın, öz qadınlıq enerjisinə vaxt ayırsın və indinin özündə mən daha çox onun xoşbəxt anlarını, yəni düzdür, bizlə də daha xoşbəxt olub o heç, amma yəni yenə də istəyərdim özünə vaxt ayırsın. İndi o vaxtı zamanə başqa Zamanə cür olub. başqa olub. İndi zamanə başqa cürədir. Bizim uşaqlar tamamilə başqa bir zamanədə böyüyəcəklər və inandırım sizi ki, onlar da bizdən nəsə narazı olacaqlar. Biz də onlardan Psixoloqa narazı gedəcəklər. olacağıq. Əlbəttə ki, biz onlardan narazı olacağıq. Yəni bu həyatdır, həyat davam eləyir və həyata uyğunlaşmaq Və lazımdır. səhvlər etməkdən heç bir qadın qorxmamalıdır. Bəli. Çünki hər bir səhv, hər bir çətinlik bizi daha güclü edir. Bəli. Sizcə qadının ən böyük gücü haradan gəlir? Elə özündən. Özü yaradır bir güc. Bəli, mənə elə gəlir ki, qadın elə özü güclüdür. Sadəcə olaraq o tapmalıdır ki, o gücü ona nə verir və hardan gəlir ona o güc. Dediyim kimi ya istirahət, ya psixoloq, ya hamısı bir yerdə özündə o gücü tapmalıdır. Ən böyük qadının elə gücü özüdür. Özüdür. Ayan xanım, Lagreys deyir ki, hər bir qadın ilandır, dediyim kimi. Bu fikri eşidəndə, yəni ağlınıza Mən ilk nə ilanlardan gəlir? çox qorxuram. Mənəvi mənada deyə. Çünki ilan siz də qorxursunuz da qadından, daha doğrusu ilandan. Yəni bir əzmi var da ilanın məncə ona görə yoxsa. Mənim biraz Fobiya olaraq. fobiyam var deyə burada obyektiv ola bilmərəm, biraz subyektiv olacağam. Yox, məncə hər bir qadın ilan deyil. Yox, hər bir qadın ilan deyil. Ümumiyyətcə hamı eyni deyil. Ona görə hamını bir kateqoriyaya uyğun edə bilmərəm mən. Nə mənada? Yəni Lagreys deyir ki, hər bir qadın bir ilandır. O mənada ki, ilan qabığını dəyişir. Necə deyim, belə asan dillə demək, bir Bic ailə ilə olur. bic olur, ailə ilə ailə olmağı bacarır, işində güclü bir kişi Onu olmağı da hər bacarır. qadın bacarmır. Məncə Bilirsiniz? istəsə bacarır. İstəsə, Bəli. özündə güc tapsa, öz üzərində işləsə, öz qorxularına qalib gəlsə,
Hər qadında o potensial var, amma hər qadın Hər elə qadında deyil. yox. Amma yəni siz güclü düşünürsüz ki, hər qadında olan Potensial var. potensial güclüdür, yoxsa Bəli, güclüdür öz məncə. üzərində işləməyən xanımlar daha perspektivli? Öz üzərində işləyən xanımlar daha güclüdür məncə. Və məncə hamı öz üzərində işləməlidir. Qadın da, kişi də. Kişilər öz üzərində elə də işləməyi sevmirlər, çünki fikirləşirlər ki, belə idealda olublar. Amma bizdə qadınlarda var o. Həmişə daha çox istəyirik ki, bunu da eləyim, onu da eləyim, bunu da öyrənim, öz üzərimdə işləyim, çalışım. Bu da bizim gücümüzü göstərir. Çox sağ olun Aya xanım, çox gözəl müzakirə elədik sizinlə, sağ çox olun bəyəndim. dəvətiniz Hə, üçün. yəni xoş cavablarınız oldu da mənə. çox gözəl idi. Yəni sizdən çox istəyərdim ki, bu gün sizi izləyən xanımlara kamera qarşısında istədiyiniz vacib mesaj bəlkə ilətə bilərsiniz. Mən istəyərdim ki, bizim bütün qadınlar ən əsası xoşbəxt olsun. Güclü olmaq da vacib deyil. Bəzi qadınların xoşbəxtliyi heç güclü olmaqlarında deyil, zərifliklərindədir. Ən əsası bütün qadınlarımız xoşbəxt olsun və bütün istədikləri arzulara nail olsunlar. Çox gözəl. Mən də eyni arzulayıram xanımlarımıza güclü olmağı, öz üzərində işləməyi, öz addımları üzərində işləməyi və ən önəmlisi bir məqsəd qoymağı qarşısında. İstəyir oxumaq olsun, istəyir işləmək olsun, ailə qurmaq olsun. Yəni düşünürəm hər şey planlı şəkildə olmalıdır sizin üçün ki, daha rahat olsun bu həyat sizin üçün və çətinliklər üzərindən də güclü irəliləyə biləsiniz.